Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, bu nadir səma hadisəsi ilə bağlı Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Hazırda elə həmin kafedranın dosenti də yanımızdadır. Geniş məlumat verəcəyik. Ümumiyyətlə, kometa günəşə doğru hərəkət eləyir. Partlayacaqmı, belə parçalanacaqmı, yoxsa parçalanmadan keçəcək? Hansı tarixlərə təsadüf eləyəcək? Eyni zamanda qeyd eləyək ki, bu insan həyatı üçün hər hansı bir təhlükə yaradırmı? Bununla bağlı da məlumat verəcəyik ki, insanların narahatlığı üçün belə deyək, məlumat olsun ki, əsas varmı, yoxsa yox. Təbii ki, Xıdır Mikayılovdan məlumat alacağıq. Xıdır bəy, eşidək bu istiqamətdə nadir səma hadisəsi ilə bağlı informasiyanı sizdən. Bəli, salamlayıram hamınızı. Bu yaxınlarda astronomları, ümumiyyətlə kosmos həvəskarlarını bu günlərdə maraqlı bir hadisə gözləyir. C2026 A1 kometi, digər adı MAPS kometi günəşə böyük sürətlə yaxınlaşmaqda davam edir. Əslində bu kometi C burada onu göstərir ki, uzun periodludur. 2026 göstərir ki, 2026-cı ildə kəşf olunub. A1 göstərir ki, yanvar ayında, yəni ilin əvvəlində kəşf olunub. MAPS də göstərir ki, bu MAPS proqramı tərəfindən tapılıbdır. Demək, bu komet indi son günlərdə məlum oldu ki, o günəşlə qarşılaşmasına 38 saat qalmış LASCO koronoqrafı kosmik cihazı tərəfindən artıq qeydə alınıb, onun görüş sahəsinə düşüb, şəkillər başlanıb çəkməyə. Bu imkan verəcək ki, bu növbəti günlərdə onun hərəkətini tamamilə çox yüksək dəqiqliklə izləyə bilək. Sonraki mərhələdə indi ehtimal olunur ki, bu deməli günəşə dediyim kimi böyük sürətlə yaxınlaşdığına görə, həddən artıq yaxın məsafəyə gəldiyinə görə günəşə ola bilər ki, günəş şüalarında tamamilə bu əriyib yoxa çıxsın. Digər ehtimal var ki, bu parçalansın, bir neçə hissəyə bölünüb günəşin səthinə düşsün. Digər ehtimal, az ehtimallı da odur ki, ola bilər ki, salamat çıxsın bu hadisədən, günəşi yenidən uzaqlaşmağa başlasın. Bu çox az ehtimallıdır. Bu hadisə sadəcə dediyim kimi astronomlar və kosmos həvəskarları üçün maraqlıdır, elmi cəhətdən maraqlıdır. Onun tədqiqi insanlar üçün heç bir təhlükə yoxdur, sadəcə astronomik hadisədir. İl ərzində ola bilər bir neçə belə hadisə baş versin, ola bilər ki, 3-4 ildən bir, 5 ildən bir bu hadisə baş verə bilər. Təşəkkür edirəm bu təbiət hadisəsi ilə bağlı məlumat verdiyiniz üçün, daha doğrusu səma hadisəsi ilə bağlı. Təbii ki, astronomik hadisələri sevənlər, izləyənlər artıq Xıdır bəyin də qeyd elədiyi tarixlərdə diqqət yetirsə səmaya, günəşin batma vaxtına təsadüf eləyəcək ki, bunu müşahidə edə bilərlər. Hələlik bizdən bu qədər. Bununla bağlı məlumatı təbii ki, Bakı Dövlət Universitetindən verməyə çalışdıq. Söz Çinarə sizdə.